Məsələnin şərtində ABY bucağının iti bucaq və ya kör bucaq olması haqqında məlumat verilmədiyinə görə AK şurası üzərində Y nöqtəsini mən iki yerdə qeyd edə bilərəm. Birinci, fərz edirəm ki, Y nöqtəsi burada yerləşir. Onu Y1 ilə işarə edək. Hansı ki, birinci şərt. Hansı ki, BY1 bərabərdir. BY1 bərabərdir BC. O da bərabərdir SY1 olsun. SY1 olsun. O zaman burada bir bərabər tərəfli üçgen əmələ gəlir. Bərabər tərəfli üç bucaq əmələ gəlir. Yəni bura neçə dərəcə oldu? 60 dərəcə. Burada 20 dərəcə. Burada aydın məsələdir ki 50 dərəcə idi. Burada 50 dərəcə. Bərabər tərəfli üçgen olduğuna görə bu zaman ABY bucağının dərəcə ölçüsü nə qədər olacaqdır? 10 dərəcə. 60-dan 50-ni çıxdıq. Bura qaldı 10 dərəcə. İkinci halda deyirəm ki kör bucaqdır. O zaman qurmamızı davam edirik. Və Y nöqtəsini burada qeyd edirəm. Onu Y2 ilə işarə edirəm. Qurmamızı davam edirik. Və qeyd eləmişdim ki, bu BY məsafəsi nə idi? BC-yə, yəni bu parçalara bərabər idi. O zaman burada həmçinin buraya nədir? Bərabərdir. Burada 80 dərəcə idi. Çünki bura 80, bərabər yanlış oldu. Burada 80 dərəcə. Burada ispat elədik ki, 60 dərəcədir. 80, 60, 40, 140. O zaman burada nə qədər qaldı? 40 dərəcə. BY1 BY2'ye bərabər olduğuna görə burada 40 dərəcə olacaqdır. 40, 40, 80. O zaman burada qaldı neçə dərəcə? 100 dərəcə. Yəni ikinci halda həmin o axtarılan o ABY bucağının qiyməti nə qədər olacaqdır? 110 dərəcə olacaqdır.